Hər kəs salam, bugünkü dərsimiz Home tabında number qrupu olacaq. Bu qrupda gördüyünüz bu siyahını açdıqda müxtəlif formatların əks olunduğunu görürük. Həmçinin bu formatların bəzilərinin düymələri bu hissədə də əks olunub. Bu qrupun sağında balaca bir ox işarəsi var. Ona klik etdikdə format ses pəncərəsi açılır. Bu hissədə gördüyümüz bu siyahıda olan formatlar yerləşir. Bu pəncərəni açmaq üçün digər alternativ yol klaviaturadan Ctrl+1 düyməsini sıxdıqda da bu pəncərə açılır. Burada kateqoriya bölməsi var. Burada formatlar yerləşib. General format, number, currency, accounting, date, time, percentage, fraction, scientific, text, special və custom formatları yerləşib. Gəlin bu formatlarla tanış olaq. Birinci gəlir general format. General format, bax bu boş xanalar hər biri general format hesab olunur. Sonra gəlir number format. Baxın, bura bir ədəd daxil eləyirəm və bu xananı seçirəm. Gəlin bu hissəyə. Number format hissəsini seçirəm. Burada gəlir decimal place. Bu nə deməkdir? Bax bu hissədə görünür. Vergüldən sonra nə qədər sıfır olacaq onu təyin edir. Baxın, burada 2 dənə sıfır var. Çünki bura 2 yazılıb. Əgər bunun sayını artırsaq 3 sıfır olacaq. 4 sıfır və yaxud azalda bilərik. Eləyək bunu 2 sıfır. OK düyməsini klik elədik. Baxın, bu şəkildə formatlanmış oldu. Ctrl+Z deyirəm, geri qayıdıram. Və yaxud da onu bu düymələr vasitəsilə də yerinə yetirə bilərəm. Baxın, burada increase decimal var. Buna klik etdikdə vergüldən sonra sıfırların sayını artırır. Və yaxud da decrease decimal elədikdə vergüldən sonra sıfırların sayını azaldır. Gəlin increase decimal eləyək. Bu formata gətirib çıxardır. Sonra number formatda nə var? Use thousand separator. Bu nə deməkdir? Minlik qruplara ayırır bu. Baxın, bura bir ədəd daxil edirəm. Təsadüfi simvollar daxil edirəm. Bax bu şəkildə. Seçirəm bu xananı. Gəlirəm format ses pəncərəsini açıram. Burada number format hissəsinə gələm. Use thousand separator. Buna seçdikdə OK düyməsini klik edirəm. Baxın, minlik qruplara ayırır. Yəni 300 ayırır vergüllərlə. Belə bir oxunaqlı bir vəziyyətə gətirib çıxardır. 54.675.887. Vergüldən sonra 2 dənə sıfır qoyub. Niyə? Çünki burada decimal place 2 qoymuşduq. Ona görə 2 dənə sıfır bura təyin elədim. Və yaxud da Ctrl+Z deyirəm, geri qayıdıram. İstəsə bu əməliyyatı buradakı düymə ilə də yerinə yetirmək olar. Baxın, burada vergül düyməsi var. Buna klik etdikdə həmən əməliyyatı yerinə yetirir. Sonra gəlir burada number hissəsində negative numbers. Bu nə deməkdir? Məsələn, bura mən müsbət ədəd daxil edirəm, 56. Düzdür. Gəlirəm, format ses pəncərəsini açıram. Burada istəyirəm ki, mənfi ədədlər qırmızı rənglə rənglənsin, formatlansın. Seçirəm bunu, OK düyməsini klik edirəm. Baxın, müsbət ədəddir. Əgər mən yazsam bura mənfi 56, enter düyməsini klik edirəm. Baxın, qırmızı rənglə formatlanmış olur. Sonra number formatı izah elədik, gəlirik currency. Bu nə deməkdir? Baxın, burada decimal place var, hansı ki number formatda necə etsə, burada da həmən əməliyyatı yerinə yetirirsən. Sonra burada simvol var. Bu, müxtəlif ölkələrin valyuta simvoludur ki, bunu bura tətbiq eləyirsən. Məsələn, mən bura yazıram 10 və istəyirəm ki, bunun qarşısında Azərbaycan valyuta simvolu təyin olunsun. Gəlirəm, format ses pəncərəsini açıram, currency hissəsinə gəlirəm. Burada istəyirəm ki, Azərbaycan valyutası olsun. Seçirəm bunu, OK düyməsini klik edirəm. Baxın, həmən valyutanı bura tətbiq elədi. Ctrl+Z deyirəm, geri qayıdıram. İstəsəm, bu düymə vasitəsilə də həmən əməliyyatı yerinə yetirə bilərəm. Hansı ki, burada əsas valyutalar əks olunub. Məsələn, Euro, Çin valyutası, elə Azərbaycan valyutası da buradadır. Hamısı burada əsas valyutalar tətbiq olunub. More accounting format hissəsindən isə format ses pəncərəsinə gəlib çıxmış oluruq. İstəyirəm ki, burada Azərbaycan formatını qoyum. Düzdür? Seçirəm bunu, klik edirəm. Baxın, manat simvolunu bura tətbiq elədim. Sonra digər formatımız nədir?
Baxın, currency-ni izah elədim. Həmçinin burada negative numbers var. Burada number formatda izah eləmişdim. Accounting hissəsində də elə currency formatında necədirsə, bu hissədə də həmin əməliyyatları yerinə yetirsin. Gəlir sonra date format. Date format nədir? Baxın, bura bir tarix yazıram. Yazıram 12.02.2025-ci il. Enter düyməsini klik elədim. Baxın, bu xananı seçdim. Burada number qrupunda bu hissəyə baxın, avtomatik olaraq date formatında tətbiq elədim. Çünki tarix formatında yazmışam. Gəldim, burada tarixi yazdım və istəyirəm bunun formatını dəyişim. Gəlirəm, format sales pəncərəsini açıram, date hissəsinə gəlirəm. Mən bunu istəyirəm ki, formatını dəyişim, görünüşünü dəyişim. İstəyirəm ki, baxın, burada müəyyən nümunələr, müxtəlif nümunələr verilib. İstəyirəm birinci gün gəlsin, sonra ay 02 deyil, bu olsun sözlə yazılsın. Məsələn, fevral ayında fevral yazsın, sonra ili yazsın, sonra hansı gündürsə onu yazsın. OK düyməsini klik edirəm, baxın, bu formaya gətirib çıxarır. Məsələn, bura yazım 25.03.2025-ci il. Enter düyməsini klik edirəm, baxın, 25 mart 2025-ci il çərşənbə axşamı yazdım. Bu da bu formatdakı. Baxın, formula bar hissəsində həmən tarix arxa fonda qalır eyni ilə. Sadəcə görünüş cəhətdən dəyişir, formatlayır, bizə göstərir. Sonra gəlir burada, deməli, time gəlir, time formatı. Time formatı nədir? Baxın, klaviaturadan Ctrl, Shift, 2 nöqtə düyməsini sıxdıqda avtomatik olaraq hazırda saat neçədirsə, onu bura tətbiq eləyir. Mən istəyirəm ki, bu time formatında bunu formatlayam. Gəlirəm, format sales pəncərəsini açıram, time hissəsinə gəlirəm. İstəyirəm ki, birinci saat gəlsin, sonra dəqiqə, sonra saniyə. Bu şəkildə formatlayıram. OK düyməsini klik edim, bax, bu formatda göstərəcək. Digər formatımız gəlir burada, deməli, percentage. Percentage nədir? Faiz formatıdır. Bu nə edir? Baxın, mən yazıram, misal üçün, bura 500, düzdür. İstəyirəm ki, bunu faiz formatında tətbiq edeyim. Seçirəm bu xananı. Bu hissədə olan bu düymə vasitəsilə də eləyə bilərəm. Həmçinin format sales pəncərəsindən də eləyə bilərəm. Gəlirəm format sales pəncərəsinə, burada percentage seçirəm. Decimal place o birisi əməliyyatlarda kimi icra olunur. Baxın, 500-ü faizə çevirəndə görün nə edəcək? Burada yazılıb 50.000 faiz. OK düyməsini klik elədim, bu şəklə saldı. Niyə 50.000 faiz oldu? Baxın, 100% 1 deməkdir, düzdür? 1 özü isə 100% deməkdir. 500 nə qədər olacaq? 500 olacaq 50.000 faiz, yəni 100-ə vuracaq. Həmçinin, məsələn, mən bura Ctrl Z etdirəm, geri qayıdıram. 0.5 yazdıqda, düzdür? Bunu vuracaq 100-ə faiz şəklində göstərəcək. Baxın, burada faiz düyməsi var. Eyni ilə buradan da əməliyyatı yerinə yetirə bilərik. Buna klik elədik, baxın, 50% yazdı. Bu formatlamada bunu yerinə yetirir. Sonra gəlir burada time-dan sonra percentage dediyi fraction hissəsi. Fraction nədir? Baxın, bura mən yazıram 0.5, düzdür? Kəsir şəklində yazdı. İstəyirəm ki, bu sürət və məxrəc şəklində yazılsın. Baxın, gəldim fraction hissəsinə. OK düyməsini klik elədim. Baxın, burada 2/1 şəklində yazdı. Elə bu özü də 0.5 deməkdir. Sonra gəlir, deməli, scientific formatı. Bu nə deməkdir? Məsələn, bura yazıram mən 500. Enter düyməsini klik elədim. Seçdim bu xananı. Scientific formatına gəldim. Bu neynir? Bu, elmi ədəd şəklində həmən daxil edildiyimiz ədədi formatlayır. Baxın, OK düyməsini klik elədim, bu şəklə saldı. Bu nə deməkdir? 5 vurulsun, onun üstü 2. Bu, bunu göstərir. Elmi ədəd şəklinə salır bunu. Məsələn, mən bura yazsam 5000, necə olacaq elmi ədəd şəklində? 5, vergül, 2 dənə 0. 2 dənə 0 niyə yazır? Vergüldən sonra. Çünki o decimal place 2 yazmışdıq ona görə. Y plus 0, 3. Yəni 5 vurulsun, onun üstü 3. Elmi ədəd şəklinə sadəcə baxın. Scientific dediyim bu şəklə saldı. Sonra digər formatımız gəlir
Text formatı. Bu nə deməkdir? Məsələn, mən bura yazmışam 4, buraya yazmışam 5, burada yazmışam 6. Baxın, ədəd tipində yazdığım üçün məlumat xananın daxilində olan məlumat sağda, xananın sağında yazılacaq. Əgər mən bura mətn tipində yazsam, misal üçün E hərfi yazsam, bu simvolu yazsam, enter düyməsini klik eləsəm, baxın, xananın solunda yazılacaq. Çünki text tipindədir bu. Baxın, buraya yazmışam bunları, düzdür? Seçdim bunu, gəlirəm bunu eləyirəm text formatında hamısını. OK düyməsini klik elədim, baxın, text formatında oldu. Hər biri text formatında təyin olundu. Və gördüyünüz kimi, xananın sol yuxarı küncündə balaca bir yaşıl rəngdə ox işarələri var. Bu o deməkdir ki, bu text formatındadır. Və mən gəlib bu xanaya bərabər simvolunu daxil eləsəm, sum funksiyasını yazsam və bunları cəmləsəm, enter düyməsini klik edirəm, baxın 0 nəticəsini verəcək. Çünki bu text formatındadır. Əgər mən bunları seçib, baxın, burada belə bir indikator açılıb. Buna klik etdikdə convert to number var. Yəni, number formatına çevir. Number formatına çevirdikdə ədəd tipində olacaq və sum avtomatik olaraq onları cəmləyəcək, nəticə olaraq 15 çıxaracaq. Text formatda budur. Sonra gəlir special formatı. Bu nə deməkdir? Misal üçün siz hər hansı bir saytda qeydiyyatdan keçərkən, formu doldurarkən, ora telefon nömrənizi daxil etmək tələb olunur. Siz ora telefon nömrəsini daxil edərkən operator kodunu yazmağa ehtiyac qalmır. Sadəcə telefon nömrəsini daxil edirsən, operator kodun elə proqramlaşdırıblar ki, orada avtomatik olaraq orada formatlayır. Yəni, operator kodun əlavə eləyir nömrə ilə bir yerdə və sistemə daxil edir. Eyni ilə bu əməliyyatı Excel-də də yerinə yetirə bilərik. Yəni, elə bir formatlama apara bilərik ki, special formatlama ilə. Siz nömrəni daxil edərkən, orada operator kodunu yazmağa ehtiyacınız qalmır. Nömrə ilə bir yerdə həmən kodu əlavə eləyir və xanada əks etdirir. Baxın, bura bir ədəd yazıram. Misal üçün, nömrə yazmışam, düzdür? Bu xananı seçirəm. Gəlirəm bu hissəyə, special format hissəsinə gəlirəm. Burada lokal hissəsi var. Buradan istəyirəm ki, Türkiyə formatında eləyim. Gəlirəm Türkiyəni tapıram və burada müxtəlif seçimlər var. Telefon numarası üzrə edə bilərəm və ya sosial sığorta numarası üzrə və s. Telefon numarası üzrə olsun. Və onu görürsünüz, bu şəklə salacaq. Elə başa düşün ki, Azərbaycan operatorudur, yəni plus 994 55 yazılıb və nömrəni də bu şəklə salır. Yəni, bu şəkildə formatlayacaq. Baxın, OK düyməsini klik elədim, bu şəkildə saldım. Mən indi bura, misal üçün, hər hansı bir nömrə yazıram, enter düyməsini klik edirəm, baxın, operator kodunu da yazır və nömrəni də bu şəkildə salır. Digər formatlama üsulumuz custom formatdır. Custom format odur ki, biz özümüz format təyin eləyə bilərik. Necə? Məsələn, bax, bu xananı seçdim. Burada qiymətin qarşısında Azərbaycan valyutasının simvolunu təyin eləmişik, formatlamışıq. Amma mən istəyirəm ki, burada bu simvol yox, manat yazısı olsun burada. Bu cürə formatlansın. Baxın, format sez pəncərəsini açıram, currency hissəsinə gəlirəm. Baxın, burada müxtəlif ölkələrin valyuta simvolları əks olunub. Amma manat yazısı olan bir valyuta yoxdur. Mən bunu custom olaraq özüm format təyin eləyə bilərəm. Baxın, bu xananı seçdim, gəlirəm bu hissəni silirəm. Yazıram bura 0,00. Niyə vergüldən sonra 2 dənə 0 yazdım? Çünki decimal place olaraq 2 təyin eləmişdik. Ona görə 2 dənə 0 bura yazdım. Dırnaq işarəsini açıram və dırnağın arasında yazıram manat. OK düyməsini klik edirəm. Baxın, bunu custom olaraq formatlanmış oldu. Custom olaraq digər formatlama üsullarını da yerinə yetirə bilərik. Baxın, əvvəlcə burada belə bir şey yazıram. Bunun ölçüsünü böyüdək. Ardıcıllıq alqoritmi necədir? Baxın, birinci gəlir müsbətlər üçün formatlama. Yazıram bura müsbət. Sonra gəlir mənfilər üçün formatlama. Sonra sıfırlar üçün formatlama. Sonra da tekst üçün formatlama. Yəni, bu şəkildə ardıcıllığı yerinə yetirəcək.
Gəlirəm bu xanaya, bu xananı seçirəm. Format ses pəncərəsini açdım. Custom hissəsinə gəlirəm. Birinci dediyi nə gəlir? Müsbətlər üçün formatlama. Mən istəyirəm ki, bir müsbət ədəd daxil eləyəndə onun rəngi qırmızı olsun. Bunun üçün nə edirəm? Bax, buranı sildim. Rəngi təyin eləmək istəyirəm. Kvadrat mötərizəni açıram. Yazıram bura red. Kvadrat mötərizəni bağlayıram. Yəni, daxil edəcəyimiz ədədin rəngi qırmızı olsun. Yəni, bu cürə formatlansın. Və boşluq qoyuram. Yazıram bura 0,00. Yəni, ədəd tipində olacaq. OK düyməsini klik edirəm. Yazıram bura 5, yəni müsbət 5. Enter düyməsini klik edirəm. Baxın, qırmızı rəngdə formatladım. İkinci nə gəlir? Mənfi, yəni mənfilər üçün formatlama. Gəlirəm custom formata. Formatları biz ardıcıl yazacaq da burada. Onların arasında, yəni bir-birindən ayırarkən nöqtəli vergül qoymaq lazımdır. Buna diqqət eləmək lazımdır. Nöqtəli vergül qoyuram, digər formatımızı yazıram. Mənfi formatlama. Bunun da rəngi olsun, yəni mənfi ədəd daxil eləyəndə rəngi olsun blue rəngində. Kvadrat mötərizəni açıram, blue yazıram bura. Kvadrat mötərizəni bağlayıram və boşluq qoyuram 0,00. OK düyməsini klik edirəm. Baxın, bura mən mənfi 5 yazanda, baxın, bu rəngdə olacaq, formatlanacaq. Amma müsbət 5 yazanda qırmızı rəngdə olacaq. Üçüncü formatlamamız gəlir 0. Gəldim custom hissəsinə, nöqtəli vergül qoydum. İstəyirəm ki, 0 ədədini, rəqəmini daxil eləyəndə ulduz simvolu qoysun orada, formatlasın. Necə eləyirəm? Rəngləyə də bilərəm və yaxud da dırnaq işarəsində elə mətnin özündə yaza bilərəm. Dırnaq açdım burada. Arasına yazıram ulduz. OK düyməsini klik eləyirəm. Baxın, bura 0 yazanda görürsünüz, ulduz simvolunu qoydum. Dördüncü gəlir text, yəni tekstlər üçün formatlama. Baxın, bundan sonra nöqtəli vergül qoyuram. Yazıram bura, məsələn, dırnaq işarəsini açıram. Dırnağın arasına yazıram. Bura yalnız ədəd tipində məlumat daxil edin. OK düyməsini klik elədim. Baxın, bura müsbət 5 yazıram. Qırmızı rəngdə formatlayır. Mənfi 5 yazıram. Blue rəngində. 0 yazıram. Sıfırlar üçün formatlamadır. Ulduz simvolu qoydu. Misal üçün, bura text tipində yazıram. Məsələn, T yazıram. Enter düyməsini klik elədim. Baxın, yazır ki, bura yalnız ədəd tipində məlumat daxil edin. Bu da custom format üsuludur. Deməli, biz bu dərsimizdə Home tabında olan number qrupunda bu formatların izahını vermiş olduq. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənədək.